Demək, burada ləkələri görürsünüz. Burada var, burada plamaster ləkələri də hamısı plamaster ləkə. Bu ləkələri bu günləri təmizləyirik. Alətlərimiz Faberlikdən xalça və divan üçün təmizləyici. Faberlikin dəsmalı, yəni burası ilə də sürtəcəm, burası ilə də. Demək, qapağı açdım. Belki o hissəyə tökdüm, görün oldu. Görürsünüz, ləkələr açılmağa başladı. Ləkədən heç bir əlamət qalmadı. Şimdi buranı sürtək. Burada tökmüşdük, buradakini də sürtək. Uşaqlarınıza rahatlıqla plamaster, qələm alıb verə bilərsiniz, yeri göyü yazsınlar. Çünki Faberlikin xalça təmizləyicisi var, çox rahat şəkildə təmizləyəcək.